Millilik, yəni hər bir xalqın özünə məxsus olan keyfiyyət. Deməli, bizim mövzumuzun əsas mahiyyəti budur ki, bu son əsrlərdə türk xalqlarında millilik, milli özünə məxsusluq və qloballaşma dedikdə nə anlamalıyıq və bu proses bizdə, yəni bizim türk xalqlarında necə baş vermişdir? Türk xalqları deyərkən də təbii ki, biz Osmanlı, onun davamı olaraq Türkiyə türklərini, Böyük Azərbaycan türklərini, Uyğurları, deyək, Tatarlar, Başqırtlar, Krım xalqlarını, ən çox da əlbəttə bizim burada və Türkistan xalqları da var. Özbək, Qazaq, Qırğız adlanmağa başladılar ki, sonraki dönəmlərdə. Əsasən də əslində elə bu çevrədədir əsas məsələlər. Bilirsiniz, 16-17-ci əsrlərdə hamımızın bildiyi kimi Avropa xalqlarında müəyyən proseslər getdi və Avropa xalqlarında fransızlar, hollandlar, ingilislər, almanlar, başqaları da vardır. Ancaq əsasən də bu adlarını çəkdiyimiz xalqlarda yeni bir dönəm başladı. Bu dönəmdə nədən ibarət idi? Əvvəlcə müəyyən krallıqlar səviyyəsində idarə olunan, yaxud da hansısa şəhər dövlətləri olan Avropada artıq xüsusilə də sənayenin gəlişməsi, digər texnologiyada müəyyən gəlişmələr və bu kimi məsələlərdə yeni dövlətlər, daha doğrusu var olanlar və yaxud da yeni dövlətlər meydana gəldi. Məsələn, İngilislərin burada, yaxud da Portuqalların, İspanların, Almanların, Fransızların yeni bir dönəmə qədəm qoyduğunu görürük. Bu proses bəs baş verərkən, xüsusilə də İslam dinini qəbul etmiş türk xalqlarında hansı şəkildə baş verdi? Çox belə manidar, mənalıdır ki, sanki, bilmirəm, bu dünyanın ruhu halıdır, ya başqa səbəblərdəndir. Hər halda Avropa xalqları müəyyən gəlişmə və yaxud da bu ümumiyyətlə bu inkişaf müsbətədir, doğrudur, mənfidir, bu başqa məsələdir. Əlbəttə, bunun üzərində də düşünmək olar. Ancaq hər halda gördüyümüz kimi yeni dövlətlər meydana çıxdı. Bu da yeni dövlətlər, daha doğrusu bu dövlətlər yavaş-yavaş milli dövlətlər adlanmağa başladı. Bu da bizim bildiyimiz bir şeydir. Yəni, Xristiyanlıq dininin, yaxud da kilsənin nüfuzunun zəifləməsi və get-gedə kilsənin nüfuzunun itirməsi və bunun əvəzində isə yeni milli dövlət anlayışının meydana çıxmasıdır. John Locke'lar, Thomas Hobbes'lar, Voltaire, Rousseau və Leibniz, Spinoza və bir çoxları biz bildiyimiz kimi bu məsələlərdə mühüm rol oynadılar. Ancaq bəs müsəlman dövlətlərində, müsəlman türk dövlətlərində nə baş verdi? Məsələn, Osmanlı imperiyasında çox təəssüf olsun ki, bu gəlişmələr inkişaf əksinə getdi. Səfəvlərdə də biz əks prosesləri izlədik. Sonra düzdür, Əfşarlar meydana çıxdı, sonra Qacarlar meydana çıxdı. Ancaq biz hər halda bu yeniləşmə prosesindən çox geridə qaldıq. Yəni, olan budur, gerçəklik budur. Nədən bu baş verdi? Bunun müxtəlif şəkildə izahları vardır. İslam dini mi mane oldu? Başqa bir məsələlər mi var? Düzdür, ən çox da demək, dediyimiz kimi, İslam dinində olan xalqların, yəni İslam dini qəbul etmiş dövlətlərin geriləməsində İslam dinindən meydana çıxan xurafat, məfhumat, əlavələr və s. və ilaxır. Təsadüfi deyil ki, məhz Şeyx Cəmaləddin Əfqaninin də yeniləşmə, müsəlman dövlətlərinin, müsəlman türk dövlətlərinin, ümumiyyətlə müsəlman dövlətlərinin yeniləşməsi məsələsi 19-cu əsrdə meydana çıxdı. 19-cu əsrin ortalarında və yaxud da 19-cu əsrin ikinci yarısında meydana çıxdı. Düzdür, o da doğrudur ki, Əfqaninin, Şeyx Cəmaləddin Əfqaninin bəzi girişimləri də bir mənalı qarşılanmadı. Hətta onu masonların düşüncəsi təsir altında olduğunu deyənlər də oldu. Zaten, yəni,
Əfqaninin mason adlandırılan lojalarda, yaxud da müəyyən deyək ki, insanlarla əlaqəsinin olması da təbiidir. Yəni bu olmuşdur. Ancaq bu onu ittiham etmək üçün əsas verirmi, vermirmi, o başqa bir məsələdir. Biz Əfqanini oxuduqda nəyi görürük? Yəni Əfqani də bilirsiniz, o dönemdə axı dediyimiz kimi Avropa nədən meydana çıxdı? Sənayeləşmə və milliləşmə məsələsiydi. Avropa dövlətləri bunun üzərindəydi və kilsəyə böyük ölçüdə olmasa da hər halda din məsələlərində bir şeylər oldu, dəyişimlər oldu. Və beləliklə eyni şeyi, yəni Avropada gedən milliləşməni, sənayeləşməni və yaxud da dinə yeni açıdan baxmanı bu Türk müsəlman dövlətlərində uygulama, həyata keçirməklə qalxınma mümkün idi mi? Yeniləşmə mümkün idi mi? Ayaq üstə qalmaq mümkün idi mi? Bu əsas sorunlar buydu. Təsadüfi deyil ki, 19-cu əsrin birinci yarısında məhz Osmanlıda tənzimat deyilən məsələ də bununla bağlı meydana çıxdı. Və beləliklə Osmanlı, yaxud da dediyimiz kimi 19-cu əsrdəki Qacarlar dövləti, yəni bəllidir. Əli bəy Hüseyn, böyük bir təfəkkürümüz Əli bəy Hüseynzadənin təbrində desək, Osmanlı yarı oyaq idisə, Osmanlı yarı yatmış yarı oyaq idisə, yəni Qacarlar dövləti, onlar İran adlandırırlar. Yəni mən İran kəlməsini deməkdən biraz qaçınıram, çünki İran sonradan 35-ci ildən sonra Persiya, İran böyle şeyler oldu. Neyse, Qacarlar dövləti isə tamam yuxudaydı. Əli bəy Hüseynzadənin təvrində desək, uyğu içərisindəydi. Niyə beləydi? Niyə yatırdıq? Yəni, Avropa oyanır, biz yatırıq. Qərb dünyası oyanır, mütəfəkkirlər oyanır. Bizim necə idi bəs onda? Mütəfəkkirlərimiz, yəni öndə olan siyahlar bir şeylər cəhd göstərmirdi, göstərirdi. Bizim üçün əslində Nəsimilərin aqibəti bəllidir. Nəimlər, Nəsimilər. Yəni, fərqli düşüncələr artıq Osmanlıda da aşağı yuxarı. Səfəvilərdə də demək olar ki, fərqli düşüncələr, fərqli baxış açısı qəbul olunmurdu. Get-gedə ancaq təsvirlər olsun ki, şəriət adı altında hər şey bir qapanma var idi. Bundan kənara çıxmaq mümkün değildi. Hər şey dini hökmlər adı altında qərarlar qəbul edirdi. Hansısa bir yeniliyə cəhd dinə qarşı çıxmaq idi. Yəni, bir növ, mən belə deyərim də, o orta çağda ki, Avropada inkvizasiyalar mövcud idi və necə deyərlər, fərqli düşüncələr, fərqli baxışlara görə o öndə olan ziyalılar cəzalandırılırdırsa, yaxud da fərqli düşünən insanlar. Yavaş-yavaş Avropa bundan uzaqlaşır, biz isə ona yaxınlaşır. Yəni, bu olduqca, mən yenə deyirəm, çox manidar bir məsələdir və beləliklə Qərb dünyasında, yəni Avropada və yaxud da Qərb dünyasında yeni ideyalar meydana çıxdı. John Locke, məsəl üçün John Locke, Thomas Hobbes İngiltərədə, Böyük Britaniyada milli dövlət anlatır. Bu milli dövlət nədən meydana çıxdı? Yer gəlmişkən, milli dövlət yəni bir növ bir millətə əsaslanan dövlət anlamındaydı. Ancaq söhbət ancaq ondan getmirdi. Çünki John Locke ancaq demirdi ki, milli bir dövlət məsələsinin üzərində durar. Eyni zamanda liberalizmi ortaya qoyurdu. Liberal dəyərlər. Deməli, məsələ belə idi. Bir yandan Avropada milliləşmə, liberallaşma gedirdi dinə münasibətdə, sənayeləşmə gedirdi. Türkistan da aydın deyil. Çünki o zaman Türkistan da demək olar ki, aşağı yuxarı eyni problemləri yaşayırdı. Kırım da bəllidir. Zaten Osmanlı Kırımı da itirdi və sonra digər deyək ki, Başqırtlar, digər Tatarlar, yəni hər yanda bir yandan çox qəribə bir şeydir. Yəni Qərb də Avropada inkişaf edir, Çar Rusiyası da inkişaf edir. Avropa dövlətlərinin inkişafı və Çar Rusiyasının inkişafının müqabilində isə Türk dövlətlərində gerilim vardı. Parçalanma vardı və bitmə vardı. Baxın, həm parçalanırıq, həm öyle söhbət nə mənada gedir, ha? Ancaq siyasətdə uduzmuruq, hərbidə uduzmuruq. Həm də şuurda, təfəkkürdə geriləmələr var. Yəni, istənilən inkişafın, necə deyərlər, istənilən azacıq işıq ucu görünən inkişafa da biz o işığı da qapadırdıq. Və beləliklə,
və beləliklə nə ilə qarşı-qarşıya qaldıq 19-cu əsrdə artıq. 19-cu əsrdə dediyimiz kimi Osmanlıda bir tənzimat dövrü başladı. Zaten Qacarlar dövləti Abbas Mirzə bir çox cəhdlər göstərdi yeniləşməklə bağlı. Ancaq Abbas Mirzənin də bu da bir qədərimizdir bəlkə. Abbas Mirzənin bu girişimləri də onun dünyasını 1834-cü ildə dünyasını dəyişməsindən yarımçıq qaldı. Yəni Fətəli Şah Qacardan sonra onun yerinə gələn Məhəmməd Şah Qacar da bir şeylər edə bilmədi. Və ən dəhşətlisi nə baş verdi? Ən dəhşətlisi Nəsrəddin Şah Qacar. Nəsrəddin Şah Qacar cavanlıqda biraz yenilikçiyə meyilli idi. Hətta biz bilirik ki, 19-cu əsrin ortalarında Əmir xan deyilən Mirzə Tağı, yəni Əmir Kəbir, böyük Əmir Kəbir müəyyən şeylər, dəyişimlərə cəhd göstərdi Qacarlar dövlətində. Ancaq həmən Mirzə Tağı xanın aqibəti nə oldu? Bu nə ki yeniliklər edirdi Mirzə Tağı xan. Yəni Avropa dövlətlərində olduğu kimi burada da məşvərət şurası olsun, məsləhətləşmələr olsun, şah tək başına, Nəsrəddin şah tək başına qərarlar qəbul etməsin. Axırda Mirzə Tağı xanın aqibəti nə oldu? Axırda onu da deməli sürgün etdilər və öldürdülər sonradan da. Və beləliklə sonra bilirsiniz, Qacarlar dövlətində Babilər üsyanı baş verdi 1848-52-ci illərdə. O da demək olar ki, bastırıldı və məhv edildi. Osmanlıda da tənzimat deyilən bir şeylər baş verdi, yarımçıq qaldı. Sonradan yəni o dönəmdə düzdür, axırda sonraki dönəmlərdə nə bilim ortaya çıxan İbrahim Şinatilər, Namiq Kamallar, yeni Osmanlıçılar meydana çıxdı. Qacarlar dövlətində də dediyimiz kimi bir balaca sonraki dönəmlərdə Cəmaləddin Əfqani Nəsrəddin Şahla bir neçə dəfə danışıqlar apardı. Hər halda şey qaldı, yəni sonuçsuz qaldı. Yəni Nəsrəddin Şah Qacarın təxminən 50 il, yəni yarım əsrə yaxın Qacarlar dövlətinin başında qalması sözünün açığı, yəni işin çox da xeyrinə olmadı. Beləliklə bizim dövlətlərimiz, yəni Osmanlı dövləti, Qacarlar dövləti get-gedə gerilədilər. Və bunun müqabilində 19-cu əsrdə bildiyimiz kimi Avropada inqilablar baş verirdi, yeni mütəfəkkirlər meydana çıxırdı. 19-cu əsr ümumiyyətlə Avropada mütəfəkkirlər bolluğudur. Yəni Almanları, İngilizləri, Fransızları, Portuqalları, İspanları, yəni kimi görürsən hamısından var yəni. Demək olar ki 19-cu əsrdə Marx, Engels, nə bilim, deyək ki, digər bir çox mütəfəkkirlər, Nietzschelər, bir sözlə Feyerbaxlar, belə bir dönəmdə artıq Avropa, yəni bir növ Avropa mərkəzçilik yaradır. Artıq dünya Avropadan idarə olunmağa başlayır. Ya Londondan idarə olunmağa başlayır, ya da ki Peterburqdan idarə olunmağa başlayır. Yəni artıq biz yoxuq. Yəni heç bir alanda yoxuq və beləliklə ideyalar çıxır. Yeni ideyalar çıxır. Baxın, liberalizm, liberal demokratiya, sosial demokratiya. Maşallah, yəni əgər belə demək mümkündürsə. Artıq 19-cu əsrin ikinci yarısı 20-ci əsrin əvvəllərində demək olar ki, dünyada hökmran olan ideyalar, mövcud olan ideyalar Avropa qaynaqlıdır. Düzdür, sonralar buraya şey də qoşulur, bu Avropa cəbhəsinə Amerika Birləşmiş Ştatlarda bildiyiniz kimi qoşulur. Yəni artıq eksistensializm, pragmatizm, pozitivizm, nə bilim yəni hermenevtika və s. və l. Yəni istər fəlsəfi ideyalar olsun, istər sosial ideyalar olsun, istər siyasi ideyalar olsun. Bütün ideyaların qaynağı belə dünya açısından baxanda görürük ki, yəni Avropadır, ya Qərbi Avropadır, ya da hətta dediyimiz kimi yavaş-yavaş Amerika Birləşmiş Ştatları da burada özünü, yaxud onların mütəfəkkirləri də yavaş-yavaş özünü göstərməyə başlayır. Və Rusiyada da eyni şəkildə, yəni biz görürük Rusiyada da
aşağı yuxarı 19-cu əsrin ikinci yarısından, 19-cu əsrin əvvəlində dekabristlər meydana çıxır, 19-cu ikinci yarısından isə yəni onların da bu bir çox deyək ki, mütəfəkkirləri, yaxud da filosofları, yaxud da siyasi xadimləri meydana çıxır. Və beləliklə artıq biz görürük bir çox anlayışlara baxışımızda, yəni bir çox məsələlərə baxışda siyasi ideyalara, sosial ideyalara, siyasi, sosial, iqtisadi, məsələn, iqtisadi məsələlərdə də yenə də görürük ki, Avropadan gələn qaynaqlıdır. Nə bilim, Adam Smithdən gəlir, nə bilim, o Marksdan gəlir, Engelsdən gəlir, yenə də iqtisadi, siyasi iqtisadi nəzəriyyələr, nə bilim, və s. və s. Yəni, bu bir gerçəklikdir. Və beləliklə, biz millilik məsələsinə və qloballaşma məsələsinə münasibətdə kənardan qalmış olduq. 19-cu, zaten 18-ci əsrdə də var idi, aydın məsələdir. Və 19-20-ci əsrlərdə demək olar ki, hələ bu günümüzə qədər də demək olar ki, bütün bu ideyalar, kommunizm, demokratiya, liberalizm, sosial demokratiya, nə bilim, hətta indi günümüzdə bu səsləndirilən vətəndaş cəmiyyəti anlayışı, nə bilim, hüquqi dövlət anlayışı, milli dövlət anlayışı, bütün bunların hamısı, yəni artıq Fransa nümunə göstərilir, Böyük Britaniya nümunə göstərilir, hətta dediyimiz kimi, Amerika Birləşmiş Ştatları belə yavaş-yavaş nümunə göstəriləcək, yəni oradan nümunə demokratiya anlamında deyirəm, yaxud da nə bilim, digər ideyalar anlamında nümunə göstəriləcək məhz beləliklə ya Qərb Avropa ölkələrdir, ya Amerika Birləşmiş Ştatlarıdır və digər ölkələrdir. Aydın məsələdir, sonradan biz bilirik ki, deyək ki, İsveçin özünə məxsus deyək ki, yolu oldu, qarışıq iqtisadiyyat, yəni yarı sosialist, yarı mülkiyyətçi bir iqtisadiyyat. Yəni İsveç, Norveç, bunlar da müəyyənləşdirdilər. Bəs biz müəyyənləşdirə bildikmi? Hətta Çin də öz modelini müəyyənləşdirdi, müəyyən anlamda deyə bilərik. Yaponiyada bildiyiniz kimi zaman-zaman, xüsusilə İkinci Dünya müharibəsindən sonra bu məsələlərdə öz yolunu dəyişdi, müəyyənləşdirdi və müəyyən ideyalar ortağa attı. Bizi burada düşündürən, məni düşündürən həmişə milli düşüncə sistemi olmuşdur sözdən çıxır. Yəni milli düşüncə sistemində biz milli düşüncə sistemi deyirik, ancaq gedib fransızlara əsaslanır. Fransız, yəni deyək ki, fransız siyasətinə, fransız sosiologiyasına əsaslanır. Milli düşüncə deyirik, İngilis fəlsəfəsinə, İngilis deyək ki, sosial ideyalarına əsaslanır. Ya Alman olsun. Yəni burada bilirsiniz, bunlar yəni təsadüfi bir məsələlər deyil. Mənə elə gəlir ki, bax bu məsələləri biz çarəsizlikdən, bəlkə həm də başqa səbəblərdən. Baxın, bizdə sonra kimlər ortaya çıxdı? Yəni Türkiyə olaraq, Azərbaycan olaraq, Türkistan olaraq deyək ki, Aşqırt, Krım da buraya daxil etməklə. Baxın, yəni 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində kimlərimiz var və nəyə əsaslanırlar? Ziya Gökalp, Əli bəy Hüseynzadə. Əli bəy Hüseynzadənin elə özü olsun. Əli bəy Hüseynzadə, məsələn, Əli bəy Hüseynzadə milli düşüncə sistemini nə cür görürdü? 4 prinsip üzərində görürdü Əli bəy Hüseynzadə. Türklük, İslamlıq, insanlıq və bir də deməli qərbə yönəlik bir şey idi, yəni. Deməli, sonradan zaten üçlü formula aldı, bilirsiniz, burada daha çox elə insanlıqla, yəni bu şeydir. Yəni gördüyümüz kimi, Əli bəy Hüseynzadə sonuçta nəyə vardı? Ha, bu, bəs Əfqaninin adını dedim. Əfqani bəs nə deyirdi? Əfqani də deyirdi ki, əslində Əfqani deyirdi ki, biz İslamda yeniləşməliyik, milli məsələlərdə yenidən baxmalıyıq və artıq çağdaş millət olmalıyıq. Bunu formülə edən mənə elə gəlir ki, bax bu Əfqaninin bu cür fikirlərini Türk xalqları üçün formülə edən Əli bəy Hüseynzadə oldu. Sonradan Ziya Gökalp bunu türkləşmək, İslamlaşmaq və deyək ki, müəyyən mənada yəni Avropalaşmaq, yaxud da qərbləşmək kimi bir düstur ortaya qoydu. Yəni, indi biz belə düşünəndə bu millilik məsələsinə, İslamlıq məsələsinə, yəni mən məqalədə bunlardan bəhs etmişəm, yəni biz milliyyət deyəndə, millətçilik deyəndə, yaxud da biz İslam deyəndə, İslamçılıq ya da din məsələlərinə baxanda sözün açığı istinad etdiyimiz əsas məhz Avropa mütəfəkkirləri olmuşdur. Zaten Ziya Gökalp da, Əli bəy Hüseynzadə də müəyyən dərəcədə, Məhəmməd Əmin Rəsulzadə də, Əhməd Bəyoğlu da, İsmail bəy Kaspralı. İsmail Kaspralı bir balaca burada fərq nə idi? Biraz İsmail bəy Kaspralı deyir axı, dildə, işdə
deyək ki, sözdə birlik məsələsini qoyurdu. Əslində o da yeniləşmənin tərəfdarıdır. Ancaq yenə də türklüyümüzü ifadə etmək üçün dildə işdə sözdə birlik ifadəsini də deyirdi. Yaxud da Sultan Qaliyev deyək ki, yaxud da Şəhabəddin Mərcani deyək ki, yaxud da deyək ki, Musa Biqiyev, yaxud da başqaları yəni. Demək istədiyimiz odur ki, bizim əsas bu qərbdən gələn ideyalara qarşı biz nə ilə çıxa bilərdik? Necə dayanıqlı ola bilərdi? Milli məsələdə, dini məsələdə və çağdaşlıq məsələsində. Əvvəlcə biz bunu şeydə gördük daha çox. Türk-İslam məfkurəsinin birliyində. Yəni, bunun biraz daha gerçəkçi olduğuna inandılar bizim insanlarımız. Əlibəy Hüseynzadələr, Ziya Gökalplar, müəyyən qədər Məhəmməd Əmin Rəsulzadələr. Ancaq onlar nə qədər buna inansalar da görürdülər ki, biz Türk-İslam birliyi ilə yanaşı, yəni Türklü İslamlıqla yanaşı, hökmən burada bir çağdaşlıq olmalıdır. Avropa dəyərlərini deyək ki, mənimsəmək olmalıdır. Sonuç nə oldu? Sonuç bu oldu ki, Osmanlının yerinə yəni artıq bir Türkiyə Cumhuriyyəti quruldu. Və bu Türkiyə Cumhuriyyətində də biz bilirik ki, artıq yəni burada türklük müəyyən dərəcədə qaldı. İslamlıq demək olar ki, din məsələsi xeyli dərəcədə deyək ki, arxa plana keçdi və biraz bu şey məsələsi, yəni çağdaşlıq məsələsinə daha çox Atatürk'ün dönemindən baş verdi. Bundan öncə eyni şey geri gəlmişken, bundan öncə Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cumhuriyyətində eyni şey idi, yəni demək aşağı yuxarı. Yəni Azərbaycan Cumhuriyyətinin də milli ideologiyasında yəni şeysiz təsəvvür etmək mümkün değildi. Qərbdən gələn ideyalar. Bu bir gerçəklidir. Biz indi millət anlayışına baxanda da deyirik ki, məsələn, biz millət anlayışına baxanda millət nə vaxt meydana? Millət anlayışı nə vaxt meydana çıxdı? Milli dövlət nə vaxt meydana çıxdı? Biz ancaq 16-17-ci əsrlərdən başlayırıq, dediyimiz kimi. Ya da sonraki dönəmlərdən, xüsusən 17-ci əsrdən sonra, nə bilim, Fransız, İngiliz və sair dövlətlərin məsələsindən yanaşırıq. Əlbəttə, bu yanaşma indi nə dərəcədə əsassızdır, o başqa bir məsələdir. Ancaq bu gerçəklikdir ki, biz bugün millət anlayışına, xalq anlayışına, milli dövlət anlayışına, hüquqi dövlət anlayışına, yəni bu Avropadan, qərbdən gələn sistemin çərçivəsində baxırıq. Aşağı yuxarı, yəni bundan kənara çıxmaq mümkün olmadı sözün açığı. Əhməd Bəyəqoğlu ən çox ziddiyyətli fikir sahiblərindən biri bu məsələlərdə Əhməd Bəyəqoğlu idi. Bildiyiniz kimi Əhməd Bəyəqoğlu əvvəlcə şiəlik təsvibkeşliyindən çıxış edir. Sonradan Türk-İslam məfkurəsindən çıxış edir. Sonraki dönəmdə isə bildiyiniz kimi üç mədəniyyət əsərində isə daha çox Türk xalq, hətta müəyyən dönəmlərdə sosializmə də bilirsiniz ki, Nəriman Nərimanova yazdığı məktubda hətta deyir ki, bəlkə bizim gələcəyimiz sosializm inqilabından bağlıdır. Zaten zamanında dediyimiz kimi Nəriman Nərimanov, Sultan Qaliyev və hətta Ənvər Paşanın özü belə bir müddət hardasa, yəni bu şey məsələlərində, bu sosializm məsələlərində bildiyiniz kimi Bolşevik Rusiyası ilə yəni ən az yumşaq şəkildə desək, söhbətlər aparmışdı. Bu bir gerçəklik idi ki, ideyalar qəbul etsək də, etməsək də, millilik və qloballaşma. Mən deyirəm, 100 il bundan öncə, 2 əsr bundan öncə qloballaşan ən böyük qlobal ideya nə idi? Liberalizm idi. Liberal ideyaydı. Liberal ideyanı ortaya qoymaqla qərb nə elədi? Bəlkə də mən həddən artıq liberalizmin əleyhinəyəm, doğrudur. Liberal, yəni liberal azad, iqtisadiyyatda liberalizm, siyasətdə liberalizm, mədəniyyətdə liberalizm, əxlaqda liberalizm. Bu başqa bir məsələdir. Ancaq Əhməd Bəyəqoğlu'nun üç mədəniyyət əsərində yazdığı kimi də Qərbin inkişafına nə səbəb oldu? Liberal oldu yəni. Yəni insanlar müxtəlif ideyalar ortaya qoydu. Axı dediyimiz kimi qapalıqda ideya işləmir. Hətta işıq ucu görünürsə onu nə edirik? Qapıyırıq. Yəni azacıq işıq ucu görsənəndə də deyir ki, bu olmaz. Bu dinimizə ziddir. Din əldən getdi. Vay dinimiz əldən getdi. Vay belə oldu, vay belə oldu. Hətta mən sizə deyim ki, siz də bilirsiniz, Qacarlar dövlətində deyirdilər ki, bəziləri, deyirdi, Avropalılar deyir, maddi cəhətdən inkişaf ediblər, ancaq mənəvi cəhətdən geriliyiblər. Biz mənəvi cəhətdən deyir, onlardan irəlidəyik, çünki Avropalılar maddi cəhətdən inkişaf etdikcə mənəvi tənəzzül baş verir, onlar cəhənnəmlik olacaqdır, bizi isə cənnət gözləyir. Deyəsən, hələ aşağı yuxarı bu fikirdə olanlar da var ki, yəni mənəvi cəhətdən, əgər biz özümüzü qoruyub, maddi cəhətdən
texnoloji cəhətdən Avropa, Qərb inkişaf edirsə, deməli onlar məhv olacaq. Hardasa bu fikirdə müəyyən həqiqət ola bilər. Ancaq texnologiyalar olmadan, yəni sənin əlində hansısa bir iqtisadi, siyasi və digər şeylər olmadan sən ayaqda dura bilməyəcəksən. Səni gəlib başqaları işğal edəcəkdir. Bunu zaten Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə və başqa mütəfəkkirlərimiz də deyirdilər. Yəni, əgər sən inkişaf etmirsənsə və sənin qonşun inkişaf edirsə, qonşun gəlib səni idarə edəcəkdir. Və ondan sonra sənin mənəviyyatını da qonşun idarə edəcəkdir. Biz aşağı-yuxarı indi təxminən eləyik 21-ci əsrin əvvəllərində. Artıq maddi cəhətdən də, mənəvi cəhətdən də biz demək olar ki, qərb ideyalarının asılılığından ölüyoruz. Bu qloballaşma da budur əslində. Dediyimiz kimi, 2 əsr bundan öncə qloballaşma liberalizm idi. 100 il bundan öncə qloballaşma bir müddət komünizm oldu, sosial demokratiya oldu. İndi isə bu 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində isə dediyimiz kimi qarışıq bir şeylərdir. Ancaq biz yoxuq orada. Yəni əslində Fukuyamada nə deyir, Huntington'da nə deyir? Deyir ki, onsuz da biz yəni dünyada, onlar deyirlər ki, dünyada ən mükəmməl ideyanı biz kəşf etmişik. Demokratiya, liberal demokratiya. Bundan yaxşısı yoxdur. Bundan yaxşısı yoxdur yəni deyirlər. Ona görə də rəqib olaraq da rəqib mədəniyyətlər kimi görürlər ancaq. Deyək ki, İslam mədəniyyətini görürlər, Çini görürlər və onları da yəni İslamı da bilirsiniz necə təqdim edirlər. Bunu da bilir, İslam fundamentalizm kimi təqdim edirlər. Yəni, Qərbin gözündə, əgər sən özünü müdafiə edirsənsə, bu qəbul edilməzdir. Yəni, dini və milli anlamda. Onlar deyirlər ki, əgər sən, yəni, Qərbdən gələn artıq belə bir fikir var. Sən müsəlman kimi də mən deyən kimi olmalısan, müsəlmansansa, bizim müsəlmanlığımız da o Anadolu Türkçəsində desək, ılımlı İslam. İslamlığımız da ılımlı olmalıdır, yəni yumşaq İslam. Millətçiliyimiz də yumşaq millətçilik olmalıdır, yəni Avropanın istədiyi bir millət. Bir sözlə, hətta insanlığımız da. Yəni qloballaşma nədir, küresəlləşmə nədir? Avropa qərb müəyyənləşdirmişdir. Biz necə geyiniriksə, elə də geyinəcəksiniz. Biz necə içiriksə, elə də içəcəksiniz. Biz necə danışırıqsa, elə də danışacaqsınız. Biz necə toy ediriksə, yaz keçiririksə, elə də edəcəksiniz. Yəni aşağı yuxarı əslində bunu bacarıblar. Yeri gəlmişkən mən etiraf etsəm, etməsəm də bu küresəlləşmə məsələsində xeyli dərəcədə qərb, yəni o qərbdən gələn o ideyalarda bunu bacarıblar. Düzdür, vaxtıyla buna qarşı çıxış edənlər oldu. Nə bilim, deyək ki, Mehmet Akif Ersoyların o deyirdi, o qərb mədəniyyəti dişi bir canavar deyirdi. Yəni buna qarşı çıxan, deyək ki, ərəb, sonra bildiyiniz kimi Erol Güngör oldu, Cəmil Meriç oldu və bizdə də bir çox, yəni Azərbaycanda olsun, yaxud da Türkistanda olsun, Türkiyədə olsun. Yəni bu qərbləşmənin fəsadlarına qarşı çıxanlar oldu. Qərbin özündə də olubdur ha, vaxtilə. Yəni dediyim, bu demək heç qərbdə də olubdur. Mən məsəl üçün Voltaire deyirdi ki, qərbin mənəvi cəhətdən, maddi cəhətdən irəliləməsi, mənəvi cəhətdən geriləməsinə gətirəcəkdir. Və bir gün bunu şey də demişdi, Spengler də demişdi, Avropanın qürubu əsərində. Yəni zaman sonradan maddi baxımdan sürətlə inkişaf edən qərb dünyası mənəvi cəhətdən sürətlə tənəzzül edəcəkdir. Və bir gün qərb mədəniyyəti tənəzzül edəcəkdir, süquta uğrayacaqdır. Bu doğrudur, baş verəcəkdir, verirdi müəyyən mənada. İndi biz bu dünyada milliləşmə və qloballaşma içərisində nəyi bir şey edə bilərik, özümüzü saxlaya bilərik? Mənim düşüncəm budur. Bir millətin geci-tezli özünü qoruması və öz varlığını müdafiəsi etməsi üçün ən güclü amil, ən güclü sistem milli törədir birincisi. Birincisi milli törədir. Zaman dünyada bir çox xalqlar məhv olub gediblər. Niyə məhv olub gediblər? Milli törəsini unudublar. Yəni söhbət ancaq dildən də getmir. Düzdür, bəzən deyirlər ki, bir dildir millətin varlığını qoruyan. Ancaq bəzən heç dil də kömək edir. Ona görə də hesab edirəm ki, yəni fikirlərimi yekunlaşdıraraq deyə bilərəm ki, bu qloballaşan dünyada, küresəlləşən dünyada özümüzü qorumaq üçün özümüz olmalıyıq. Özümüzü qorumaq üçün özümüz olmalıyıq. Türk mədəniyyətini yenidən dirçəltməliyik. Türk mədəniyyətini. İnandığımız dini inanclara, inanclara məzhəbçilik deyil,
Mən belə deyirəm hətta. Biz müsəlman kimi türk olmamalıyıq. Türk kimi müsəlman olmalıyıq. Mən ərəb kimi müsəlman ola bilmərəm. Mən fars kimi müsəlman ola bilmərəm. Mən deyək ki, İngilis kimi xristiyan ola bilmərəm. Yəni onları da deyirəm, onları da unutmuram. Mən yaxud da Çinli kimi buddist ola bilmərəm. Türk buddist olsa, Türk müsəlman da olsa, Türk xristiyan da olsa Türk kimi olmalıdır. Yəni millətin varlığının, xüsusən də qloballaşan, küresəlləşən dünyada millətin varlığı, milli dili, milli mədəniyyəti, milli törəsidir. Bizim başqa yolumuz yoxdur. Əks təqdirdə başqalarının içərisində qaynayıb məhv olub gedəcəyik. Tarixəndə belə millətlər olubdur. Olubdur. Latınlar olubdur, Lidyalılar olubdur. Yəni çoxları olubdur. Elə bilməyin ki, Latınlar tamam məhv olub gedibdir. Latınların bir qismi, nə bilim, deyək ki, Romalaşıbdır, bir qismi ingilisləşibdir və s. Yəni belə yox olub gedibdir. Lidyalıların bir qismi farslaşıbdır, Lidyalıların bir qismi türkləşibdir, məsələn deyirəm. Belə yox olub gedibdir. Yəni dünyada var olmağın yolu milli dil, milli mədəniyyət, milli törə, milli varlıq, milli özünə məxsusluqdur. Milli identifikasiyadır. Yəni dilimiz də, başqa şeylər də ona əsaslanmalıdır. Var olun, sağ olun. Faiq bəy, çox sağ olun, təşəkkür edirik, gözəl çıxış elədiniz. Kimin sualı var, buyurun. İlqar bəy, Bahadur bəy, buyurun. Mən təşəkkür edirəm Faiq bəyə. Çox ətraflı bir çıxış oldu. Həqiqətən də Türkün keçdiyi yol və bu qədər necə də baxsaq yenə də Türk uğurlu bir yol keçibdi bu həyatdakı. Gəlib bu sivilizasiyaların inkişafı arasında etməyibdi. Amma o böyüklüyünü, o qüdrətini bu yaşadığımız dönəmdə necə deyim, azaldıbdır, tənəzzülə uğrayıbdır. İndi Faiq bəyin vurğuladığı kimi burada hansı şərtlər var, hansı nələrin olacağından belə olubdur. Mənim üçün bir şey maraqlıdır. Ümumiyyətlə, sintez edib neysə, onlardan da götürüb, həm dini götürək, indi tutaq ki, yenə də vurğuladınız bunu. Bunun ümumi bir sintez edib neysə bir yenilik, Türk bir yeniliği kimi nəyi ortalığa çıxartmaq olar ki, bizim inkişafımıza, ümumiyyətlə, başqa şəkildə formalaşdırım, ən çox bizim inkişafımıza zərər gətirən hansı amili önə çıxara bilərsiniz? O müxtəlifliyin arasında, dəyərli Faiq bəy. Biz Türklərin ən böyük bəlası, mənim düşüncəmə görə ən zərərli tərəfi bəzən başqa ideyalar ki, İslam ideyasıdır, Xristiyanlıq ideyasıdır, o da bir şeydir, yəni inançdır, ideyadır, yaxud da Buddizmdir. Bəzən bu və digər səbəblərdən onlardan daha çox bəzən o ideyanın sanki xidmətçisi olmaq istəyirik. Bəzən də mən elə gəlir ki, burada mən zərəri nəyə görürəm? Biz ədalətlik məsələsində, məsəl üçün, ədalətlik deyirik, məsəl üçün, İslamı qəbul edirik, sonra Türk ədalətindən daha çox İslam ədalətindən yapışırıq, mənim düşüncəmə görə. Sonradan biz, məsəl üçün, Xristiyanlığı qəbul edirik, sonradan, yəni, biraz o Xristiyanlıq məsələsində özümüzü daha çox, biraz ona, necə deyərlər, şəhid oluruq, qurban veririk. Mən elə gəlir ki, Türkün bu məsələlərdə, yəni, bəzən özündən uzaqlaşır. Mən təsadüfi hesab etmirəm ki, bəzən, bilirsiniz, bizim o 6-cı, 7-ci əsrlərdə də o deyirlər, Türk özünə dön. Yəni, bəzən biz Çinin, yəni, orada Buddist, yəni, ki, bəzən ona nə görə deyirik ki, məsəl üçün, o dönəmdə, məsəl üçün, deyirik ki, Türk özünə dön, yenidəndir. Çünki o dönəmdə də biz az qala Buddizm məsələsində, bəzi məsələlərdə Çinliləri və şeyləri keçirdik, Hindliləri, yəni, Hindistan Hindliləri. Yəni, demək istədiyimiz odur ki, bax, bizim ən zərarlı tərəfimiz, bax, biz Türkün ədalətini bilirik. Türkün ədalətini bilirsən,
Və bilirsən ki, məsəl üçün Həzrət Əli də ədalətli bir deyək ki, xəlifə olmuşdur. Ancaq bu məsələdə həddindən artıq ifrata varmağı mənə elə gəlir ki, ehtiyac yoxdur. Bəzən bizim həddən artıq bəzi məsələlərdə daha çox səmimi davranmağımız başqalarının işinə yarayır. Məsəl üçün, ona görə də bizim, məsələn, mənim düşüncəmə görə, bizim bu məsələlərdə, məsələn, həddən artıq Həzrət Əliyə, imamlara olan sevgimizdən farslar artıq hakimiyyəti ələ keçirdilər. Yəni, bizim səmimiyyətimizdən sui-istifadə edilər və bugün də sui-istifadə edirlər. Çox təəssüflər olsun ki. Biz bu məsələlərdə bilirsiniz, biraz bəzən biz deyirik, xoşgörü, humanizm. Türkün də xoşgörüsü bəzən əndazəni aşır mənə elə gəlir. Bəzən əndazəni aşır. Əff verəndə də gərək, yəni bağışlayanda da, xoşgörü olanda da gərək biraz əndazəni aşmaya. Bax, Türkdə bu var. Ən zərərli tərəf budur. Bəzən məni bağışlayın, bəzən deyirlər, nə bilim, Türkün zərərli bir tərəfi, nə bilim, qadınlarla bağlıdır. Mən onu çox da doğru bir saymıram, yəni ki, belədir, elədir. Bu, çünki bizim böyük Nizami Gəncəvi demişdən, aslanın erkəyi dişsiz olmaz, yəni. Bu məsələ bilirsiniz, ancaq qadın-kişi məsələsi deyildir. Bizim ailə törələrimizdə bizim böyük sayğımız vardır. Ancaq ailə törə, məsələn, ən zəif cəhətlərimizdən əslində birisi, əslində qadınlarla bağlamaq deyilik. Ailə törəsində türk qadınlarla necə ki, yəni özümüzdən olanlarla daha çox ailə qurmaq və yolumuza davam etməkdir. Bəzən burada da doğru bir şeylər, sistemi pozuruq yəni. Baxın, Ağa Məhəmməd Şah Qacar bilirsiniz. Ağa Məhəmməd Şah Qacar demişdi ki, indən belə ancaq hökümdarlar kimin qanını daşımalıdır? Ancaq türk Qacar soyunu daşımalıdır. Yəni, çünki bilirik də, çünki biz bilirik ki, əgər bizim türk hökümdarlarımız yavaş-yavaş şuur və ruh baxımından, can baxımından, genetika baxımından uzaqlaşdıqca, yəni o zaman bizdə ciddi sorunlar meydana çıxır. Mən məsəl üçün çox önəmli bir şey var.